Salam, doyan və doymayan buxar güvənin C variantı suallarına baxırıq. İlk öncə suallara keçməmişdən əvvəl bu iki anlayışın arasındakı fərqə baxaq, cəmiyyətlər arasındakı asılılıqlara baxaq. Başlayaq öncə doymamış buxardan. Nə deməkdir doymamış buxar? Ancaq buxardan ibarətdir. Yəni tərkibində maye yoxdur, buxar var sadəcə olaraq. İndi izahda daha dəqiq göstərmişəm. İndi o qədər vaxtımız olmadığı üçün qısa şəkildə deyəcəyik. Doymayan buxarda sıxlıq, konsentrasiya və təzyiq həcmlə tərs asılıdır. Məsələn, deyək ki, izotermik prosesdirsə, temperatur konstantdırsa, dəyişmirsə, bu üç dənə cəmiyyətin üçü də sıxlıqla tərs asılıdır. Əgər sıxlıq artırsa, bunlar azalır, azalırsa, bunlar artır. Və yaxud da izoxor prosesdirsə, V konstantdırsa, deməli, nə sıxlıq dəyişəcək, nə də konsentrasiya dəyişə bilər. Doymayan buxarda, sıxlıqda, konsentrasiyada birbaşa asılıdır. Nədən? Həcmdən. Əgər həcm dəyişmirsə, bunlar dəyişə bilməzlər. Təzyiq isə həcmin tərsinə olaraq. Həcm artırsa azalacaq, azalırsa... burada izoxordur. İzoxorda təzyiq temperaturla düz asılıdır. Temperatur artırsa, təzyiq də düz asılıdır sadəcə, kvadratik yox. İndi gələk doyan buxara. Bəs doyan buxarda necədir? Doyan buxarda sıxlıq, konsentrasiya, təzyiq heç biri həcmdən qəti asılı deyil. Sıxlıqdır, konsentrasiyadır, təzyiqdir. Birbaşa bunlar asılıdır. Nədən? Temperaturdan. Əgər temperatur sabit qalırsa, yəni izoxor prosesdirsə, bunların heç biri dəyişə bilməz. Bunların çünki hamısı üçünü də baxırlar temperaturun əlinə. Yəni temperatur artanda artırlar, azalanda azalırlar. Hətta bunların qrafiklərində temperaturla aralarında olan qrafik, məsələn, təzyiqlə temperaturun parabola formasında olacaq. Yəni kvadratik şəkildə olacaq. Təzyiqdə də, konsentrasiyada da, sıxlıqda da. Başlayaq indi suallara. Birinci sualda bizə deyir ki, doymuş buxar. Heç deməyinə ehtiyac yoxdur. Qrafikədə baxanda görürük ki, əgər yox, qrafiklə görə bilmərik. Doymuş buxardan söhbət gedirsə və baxıram ki, temperatur neyniyir? Dəyişmir. Temperatur dəyişmirsə, deməli sıxlığı soruşur bizdən. Sıxlıq heç dəyişməz. Yəni, çünki sıxlıq temperatura baxır. Temperatur dəyişmirsə, o da dəyişmir. Həcm orada özü üçün artsın, azalsın, bunun məsələyə dəxli yoxdur. 2-yə baxırıq. 2-də baxıram ki, qrafikə elə özünə baxanda görürük ki, bu doyan buxardır. Hardan bildik? Baxdıq ki, V azalıbdır, ancaq bu təzyiqə təsir eləməyib. Təzyiq sabit qalıbdır. Deməli, bu doyan buxardır ki, təzyiq neynir? Temperaturun əmri ilə oturub durur. Təzyiq nə zaman sabit qalırdı doyan buxarda? Temperatur dəyişməsəydi. Deməli, temperatur neynədir? Dəyişmədi. Sonra, temperatur dəyişmədisə, təbii ki, konsentrasiya da dəyişmədi. Və heç birinin dəyişməz olduğunu götürürük. İkisinin də dəyişməzi harada var? Y variantında. 3-ə baxırıq. 3-də təzyiq dəyişmir, ancaq sıxlıq artır. Sıxlıq artır, təzyiq isə dəyişmir. Deməli, nə baş verir? Deməli, temperatur dəyişmir ki, təzyiq də dəyişmir də. Sıxlıq deyirəm, həcm. Deməli, təzyiq də dəyişmir. Onda temperatur üçün deyəcəyik ki, dəyişmir və bir də bizdən soruşur buxarın kütləsini. Buxarın kütləsi doyan buxar üçün söhbət doyan buxardan gedir. Həcm artanda buxarın kütləsi artır, azalanda azalır. Yəni, buxarın özünün kütləsi həcmlə düz asılıdır. Ancaq mayenin kütləsi həcmlə tərs asılıdır. Bax, bu iki kəlməyə də diqqət edin ki, burada bizdən nəyin kütləsini istəyir? Buxarın kütləsi deməli həcmlə düz asılı oldu, mayenin kütləsi tərs asılı oldu. İndi baxıram həcm artıb. Həcm artıbsa deməli buxarın kütləsi də artar, temperatursa dəyişməz. Dəyişməz artar olan A variantı. 4-cü suala baxırıq. 4-cü sualda görürük ki, temperatur dəyişməyib. Temperatur dəyişməyibsə deməli sıxlıq soruşmur bizdən. Burada nəyi soruşur? Keçdikdə onun doymuş buxarın kütləsini. Baxın, temperatur dəyişməsə də həcm axı dəyişibdir. Baxın, azalıb hətta. 3V-dən V-yə qədər gəlib. Yəni, 3 dəfə azalıb. Əgər həcm 3 dəfə azalıbsa, buxarın kütləsi neyniyər? O da 3 dəfə azalar. Axı, az öncə dedik ki, buxarın kütləsi həcmdən birbaşa asılıdır və düz asılıdır. Sonra... 5-ci sualda.
Sabit temperaturda doymuş buxar bir haldan iki halına keçərkən sabit temperatur varsa, məlum məsələdir sıxlıq, konsentrasiya, təzyiq dəyişməyəcək. Ona görə sıxlıq azalır, götürə bilmərik. Dəyişməzi götürə bilərik. Sonra buxarın kütləsi asılı idi nədən? Həcmin. Həcm artanda buxarın kütləsi nə edirdi? Artırdı. Ona görə 3-ü də götürürük. 4 getdi. Buxarın təzyiqdən söhbət gedir. Təzyiq asılı idi nədən? Temperaturdan. Temperatur sabit isə təzyiq dəyişərmi? Xeyr. Ona görə bunu da götürmürük. Buxarın təzyiqi dəyişməz. Bəli, dəyişməz. 2, 3 və 6. Gəldik 6-cı suala. Uyğunluğu müəyyən eləyək. Doymuş su buxarı sabit temperaturda sıxılır. Sıxılır nə deməkdir? Yəni həcm azalır. Sıxılırsa həcm azalır. Sabit temperaturda, yəni temperatur dəyişmir. İndi həcmin azaldığı hansıdır? Baxın. Bax, burada məsələn D-ni götürə bilmərik. Çünki sabit temperatur deyirsə, doyan buxardan söhbət gedir. Deməli, burada temperaturla bərabər digər hansı kəmiyyətlərdə sabit qalacaq? Sıxlıqda. Elə bunları da yazaq ki, işimizə gəlsin. Bax, bunların 4-ü də sabit qalır. Bir dənə həcm azalır. Bu da hansıdır? Baxın. Baxın, B variantında həcm azalır azalmasına. Ancaq təzyiq sabit qalır. Ona görə bax, bu B-ni 1-ə ata bilərik. Sonra. Sonra. Sabit həcmdə soyudulur. Burada isə sabit həcmdə soyudulursa, burada isə həcm dəyişmir. Gəzdiyin yenidən yazaq. V konstant qalır, dəyişmir. Soyudulur nə deməkdir? Temperatur azalır. Temperatur azalırsa, deməli sıxlıq, konsentrasiya və təzyiq də neyniyər? Azalar. İndi baxaq. Sabit həcmdə soyudulursa, V-nın dəyişmədiyi digərlərinin azaldığına baxaq. Məsələn, C variantını götürə bilərik. Çünki həcm dəyişmir, təzyiq isə azalır. C-ni yazırıq bura. Sonra Y variantını götürə bilmərik. Artım var orada. Davam eləyək. Sabit həcmdə qızdırılır. Bu səfər bax bu 4 kəmiyyətin 4-ü də artır. Temperatur artır axı qızanda. Deməli digərləri də artır. Ancaq həcm yenə də sabit qalır. Bu da hansıdır? Baxın Y variantı. Niyə? Çünki baxın həcm dəyişmir, ancaq təzyiq nə edir? Artır. Burada Y-ni yazırıq. Qaldı A və D. Deyə bilərsiniz ki, niyə bunu götürmürük? Çünki baxın A variantında təzyiqlə həcm tərs asılıdır. Bu hansı prosesdə baş verirdi? Bu nə zaman baş verirdi? Doymayan buxar olanda. Bu heç doymuş buxarın qrafiki deyil. Sonra sabit. Burada isə D variantında isə həm həcm azalır, həm təzyiq azalır. Bu o deməkdir ki, temperatur və həcm hər ikisi eyni vaxtda azalırlar. Belə bir variantda olmadığına görə onda bunu da götürmürük. Vəssalam, yerdə qaldı B, C, E. Sonra və sonuncudurmu? Bəli, sonuncu sualımıza baxaq. Porşenin altında su və onun doymuş buxarı var. Sabit temperaturda porşen K vəziyyətindən L vəziyyətinə keçərsə nə baş verər? Əvvəla su da var, buxar da varsa başa düşürük ki, söhbət doymuşdur. Yəni özü də bizə deyir onsuz da danmır. Sabit temperatur nə deməkdir? T dəyişmir. T dəyişmirsə o 4 dənə yanındakı bunun asılları da dəyişmir. R da dəyişmir, konsentrasiya da, təzyiq də. Bunlar o şey dəyişmirlər. Bəs yaxşı nə baş verir? K-dan aya düşənə qədər V neynir? Həcm neynir? Azalır. Həcm azalırsa buxarın kütləsi neynir? O da azalır. Buxarın kütləsi azalır, ancaq mayenin kütləsi artır. Davam eləyək. İndi baxın, suyun kütləsi artır. Bəli. Niyə? Biz axı bayaq dedik ki, həcm azalanda buxarın kütləsi azalır, ancaq suyun kütləsi artır. Elə məntiqlə də baxın görün, bunu sıxdıqca bu buxar nə edəcək? Orada buxar sıxlaşır, sonra kondensasiya edir də suya dönür, geri suyun içinə tökülür. Su artar. Suyun kütləsi dəyişməz. Xeyr, buxarın konsentrasiya arta bilməz. Çünki bu temperatur dəyişmir, azala da bilməz. Bəli, dəyişməz ancaq 1 və 5-in olduğu variantlar.